Baxdım ki, Xocalı hadisəsindən sonra vicdanım əl vermədi. Yəni, mən o görüntüləri gözümün önünə gətirdikcə evdə çıldırtmaq dərəcəsinə gəldim. Qərara gəldim ki, mən hər şeyi buraxıb, döyüşə gedəcəm. Qarşıma məqsəd qoydum. O zaman, kiçik oğlum 4 yaşındaydı, böyüyü də 17 yaşındaydı. Mən, rəhmətlik Əlfəz bəyin yanına gəldim ki, cəbhədə görevli idim. Bəy dedim, mən, müharibəyə getmək istəyirəm. Qayıtdı ki, erkəklərimizə nə olub ki, siz müharibəyə gedirsiniz? Dedim, elə deyil bəy dedim. Bu saat dedim elə vəziyyətdir ki, Qarabağda elə vəziyyətdir ki, könüllülərimiz irəlidə savaşır. Bir dənə qospital deyilən, yəni şəhərin bir xəstəxanası var. O xəstəxanaya yaralılar çatdırılana qədər qanaxmadan ölür. Yerində yardım eləyən heç bir bizim tibb işçimiz yoxdur. Ən azından bunları eləyə bilərik. Nə bilim, düşüncələrim bəzilərinin xoşuna gəldi, bəzilərinin xoşuna getmədi. Olurmu qadın müharibəyə getsin, nə bilim nə. Amma mən sözümdə qəti idim. Fikirləşirdim ki, mən qadın olaraq, bir nəslin qadını olaraq mən bu müharibəyə qatılsam, ən azından kişilərimiz məni yalnız buraxmayacaq. Ki, elə oldu. 2 nəfər ana oğul, oğlum da mənlə bərabər Teymur bəy müharibəyə getdik. Ondan sonra 7 nəfər oldu. 7'si də bizim sülalədən, bizim nəsildən. Ki, özlərinə ar bildilər ki, Allah Allah, biz evdə oturmuşuq, bizim bacımız, əmmimiz qızı, dayımız qızı müharibəyə getdi. Onsuz da mənim fikrim bunu yaratmaq idi. Yəni bu düşüncəni yaratmaq idi. Oğlum sən getməyəsənsə mən gedəcəm.